Nizamsız yaşayan xarakter var. O xarakteri gözünün önündə canlandırın. Hərdən xəyal, nizamsız yaşayan, o xarakter dinə uyğun xarakter deyil. Sözün qısası. Nizamsız insanın dindarlığı təsirsizdir. Yatmağını bilməyən, yeməyini bilməyən, içməyini bilməyən, heç nə özünü buraxıb elə necə gəldi yaşayan insan. Bu nizamsız adamlar bir axırda nə olur? Peyğəmbər öldürür. Peyğəmbər öldürür. Peyğəmbəri yalanlayır. Biz niyə görə? Çünki nizamsızlıq nəfsi bəsləməkdir. Quran da deyir ki, elə ki, Peyğəmbər nəfsinə müxalif söz dedi, düşmən olur Peyğəmbərlə. Öyrəşmək baxın nəfsinə müxalif getməklə, zid getməklə. Nizamlı adam nəfsi ilə daim mübarizədir. Nizam onu ona vadar edir. Görürsünüz, adi nizamsızlıq adamı Peyğəmbər qatili eləyə bilər, bəli eləyə bilər. Biz məsələlərə düzgün yanaşmırıq. Deyir, imanlı qardaşdır, amma səliqəsiz və nizamsızdır. Bu nizamsızlığın qaynağını tap. Qaynağı nəfsani istəklərdir. Çünki istəmir də, nəyəsə bir boyun əymək istəmir. Hey, buraxmaq istəyir nəfsini ki, nə istəyir onu eləsin. Bu da aparır adamı o cürünə bir vəziyyətə çatdırır, elə bir hala gətirir, çıxardır. Sənin şəxsiyyətin nizamlı olmağı tələb eləsin, özünə sığışdırmayasan ki, mən insanam. Mənə heç kəs heç nə deməsə də, işim vaxtı filandır, mənə təyin olunubsa, heç kəs yoxdur, mən getməliyəm filan saatda. Bu cəmiyyət, imanlı cəmiyyət budur. Yoxsa bilməm, biz imana nə meyar təyin eləmişik ki, özümüz də başa düşənmirik ki, iman nədir? Keyfiyyətli həyat insanın içindən, daxili zənginliyindən qaynaqlanan həyatdır. Keyfiyyətli həyat yaşayan adamlara ibadətdə ləzzət eləyir, zövq verir. Bir adamın 5 günlük, bir həftəlik proqramı yoxdursa, zor deməklə deyil, ondan keyfiyyətli dindar olmayacaq. Proqramla yaşamaq həm ağlı artırır, həm emosiyaları, hissləri, qəlbi incəldir. Bütün bəşəriyyətə yana bilən insanın, qəlbi o qədər riqqətə gələn incə qəlbli insanın. Həmin İmam Hüseyin Ərəfə duasında bir necə dua eləyir. İbrahimin yaşlı vaxtında imkan vermədin, balası gözünün qabağında doğransın. Ürəyim gəlmədi, ay Allah. Özü belə dua eləyir. Allah rəhm eləsin İmam Hüseynin o vaxtına ki, uşaq qucağında çırpınır, bilmir hansı tərəfə getsin. Göyə səpdi qanı, hədis deyə oruc ağızla deyirəm, buyururlar ki, o qandan bir damcı yerə düşmədi, yəni qurbanın qəbul olundu. Çünki çox yandırdı İmam Hüseyni. Deyirlər, bilirsiniz nə üçün bu sözü dedi? Dedi ki, ilahi sən görürsən deyə dözürəm. Çünki qorxdu ki, dözməsə aləmi dağıdar Allah ona görə. Qəlbinin elə həssas vaxtı. İmam qəlbinə o boyda qəm çökəndə bildi ki, Allah intiqam alacaq. Yenə onları düşündü. Yenə onu öldürənləri düşündü. Dedi, ilahi dözür, amma işin olmasın onlarla.